İki bayramı birdən qarşılamağa hazırlaşırıq. Bunlardan biri mənası yeni gün olan qədim adət-ənənələrə malik Novruz bayramıdır. Bu bayram ölkəmizdə xüsusi coşqu ilə qeyd edilir. Paytaxt Bakı isə bayrama tam hazırdır. Bəs gəlin görək, paytaxt sakinləri bu barədə nə düşünürlər? Paytaxtda Novruz bayramının keçirilməsinə bağlı nə düşünürsünüz? Çox yaxşı, çox əla. Sevinirik. Bugün də ona görə də buradayıq. Çox yaxşı təşkil ediblər. Sağ olsun təşkilatçılarımız. Uşaqlarımız sevinir, özümüz sevinirik. Uşaqlığımızı yad edirik, gəncliyimiz yadımıza düşür. Tarixi mənbələr göstərir ki, Novruzun kökləri olduqca qədimdir. Bu bayramın tarixinə Əhəmənilər dövründən əvvəlki mərhələlərdə də rast gəlinir. Hətta bəzi araşdırmalara görə Novruz insanların təbiət hadisələrinə ilk təəssüratlarından biri kimi formalaşıb. Bu bayram həm də müxtəlif xalqlar arasında fərqli adlarla tanınır. Bayram süfrəsində yer alan hər bir nemət özündə bir arzu, niyyət və məna daşıyır. Xüsusilə 7 sin ənənəsi xalqımız arasında geniş yayılıb. Novruz bayramını xoşlayırsan Mədinə? Bəli. Nə yeməyi xoşlayırsan Novruz bayramında? Şirniyyat. Hansı şirniyyat? Şəkərbura. Şəkərbura, paxlava. Və sən tonqallardan hoppanırsan? Yumurta döyüşdürmüşəm. Buranı bəyəndin? Stendiniz haqqında, burada sərgilənən məhsullar haqqında bizə biraz məlumat verərsiniz? Hal-hazırda gördüyünüz stend tamamilə rəssamların əl işləri ilə bağlı stendlərdir. Hansı ki, belə izah edeyim, Azərbaycanda yaşayan ümumi rəssamların tanınması ilə bağlıdır. Məsələn, gənc rəssamlar ola bilər, daha məşhur rəssamların işləri ola bilər. Məsələn, arkada gördüyünüz nan rəsmləri nisbətən daha məşhur bir rəssamın əl işləridir. Digərləri də gənc rəssamlara aid əl işləridir. Bu stendə maraq necədir? Belə deyək də, biz hal-hazırda çalışdığımız qədər incəsənəti yaymağa çalışırıq. Çünki bilirsiniz də, son zamanlar incəsənətlə bağlı çox da gənclərimiz və yaxud da lap yaşı orta yaşında ötmüş insanlar olsun, onların çox marağı yoxdur. Amma son zamanlar baxıram ki, məsələn, bu stend açıldıqca insanlar axın eləyir və həqiqətən xoşlarına gəlir. Yəni, baxırlar, bunu verə bilərsiniz, zəhmət olmasa, bəyənirik filan, belə olur yəni. S hərfi ilə başlayan sirkə, sarımsaq, səbzə, sumaq, sikkə, saat və su, sağlamlıqdan bolluğa, zamandan aydınlığa qədər həyatımızın bir çox hissəsini simvolizə edir. Bayram xonçasında yer alan su təmizliyin, güzgü mənəvi paklığın, səməni təbiətin oyanışının, balıq çevikliyin, alma gözəllik və ətrin, halva həyatın şirinliyinin, qızıl isə rifah və var-dövlətin rəmzi hesab olunur. Bu nemətlərin hər birinin insanlara mənəvi zənginlik verdiyinə inanılır. Bundan başqa bayramda insanlar küsülləri barışdırır, ehtiyacı olanlara yardım edir, qapılar açıq qalır, süfrələrdəki nemətlər isə paylaşılır. Bugün baharı bizə gətirən bayramımız keçmişin yadigarı, gələcəyə ötürülməli olan bir mirasdır. Zəhra xanım, ailənizin Novruz bayramı necə qeyd edilir? Şəkərbura, paxlava və s. bişiririk. Səməni yetişdirmişdik evdə özümüz. Bu şəkildə qeyd edirik. Sadə ənənələrdən hansını yerinə yetirirsiniz? Fala baxmaq, bulaq falına çıxmaq? Dostlarım üzük falına baxmışlar, amma mən iştirak eləməmişdim. Uşaq vaxtı papaq atmağı çox sevirdim, amma artıq böyümüşəm deyə papaq atmıram. Sonda isə bütün ölkəmizin bayramını təbrik edirik. Bahar sizə xeyir, uğur və bərəkət gətirsin.